Salam dəyərli yoldaşlar, mən İMAŞM Tədris Mərkəzinin Zorəh müəllimi Röyal Həsənov. Sizinlə bugün iqlim diaqramı, Azərbaycanda mövcud olan 4 rayonun iqlim diaqramına diqqət edəcəm və abituriyentlərin çox çaşdırıcı olan hissələridir. Bunu biraz sadə dillə izah edəcəm ki, sizə daha anlaşılır olsun. Gəlin baxaq, 4 dənə iqlim diaqramı qarşınızdadır. Biz baxırıq ki, biraz vizual baxışdan 2 və 3-cü diaqramlar bir-birinə yaxındır. 1 ilə də 4-cü diaqramlar bir-birinə yaxındır. Gəlin sadədən biraz başlayım sizlə. Əgər 2 ilə 3-dən danışırıqsa, görürük ki, dəyərli yoldaşlar, bir dənə nəyə diqqət edin? Hərəsində 2 dənə çıxıntı daha uzundur. 2 çıxıntı daha uzundur. Amma 2-dəki çıxıntı 3-dəki çıxına fərqli olaraq bir-birinə daha yaxındır. Deməli, 2 çıxıntının bir-birinə daha yaxın olması dəyərli yoldaşlar Göy gölüdür. Nədir? Göy göl. Və yaxud da ki, deməli Göy göl deməli rayon İnzibati rayonu ola bilər və yaxud da ki, Maral göl istiqaməti verə bilərlər. Amma 2 çıxıntının biri uzundursa, dəyərli yoldaşlar, bu sanki bir qədər silaha falan oxşar belə yadda saxlaya bilərsiniz. İndi baxın özünüz. Bu isə nədir? Deməli Şuşa. Şanındır. Deməli 2 çıxıntı bir-birinə yaxındırsa Göy göl, 2 çıxıntının biri uzundursa, deməli Şuşanı yadda saxlayın. Gəlirik dəyərli yoldaşlar 1 ilə 4-cü qrafikə. Aha, ikisində də fikir versəniz dəyərli yoldaşlar, sanki deməli pillavari var. Pilləkən vəziyyətdə var. Əgər pilləkən standartdırsa, baxın, yəni baxın, amma bu birincidə bir çıxıntının bir uzundur, amma burada standartdır. Ardıcıl. Bu ardıcıllıq göstərilirsə, bu nədir? Kəlbəcər. Kəlbəcər. Dəqiqə, başlayın. Aha, Kəlbəcər qeyd edə bilərik. Kəlbəcər. Ardıcıllıq bir-birini gözləyirsə. Amma burada ardıcıllıq pozulub. Yəni uzundur, çıxıntının biri uzundur. Uzundursa bu nədir? Laçın dəyərli yoldaşlar. Laçın. Bir də təkrar edirək. 2 çıxıntı bir-birinə yaxındırsa Göy göl, çıxıntının biri uzundursa Şuşa. Əgər pillə, yəni pilləkən ardıcıllıq gözlənirsə Kəlbəcər, biri uzundursa Laçını qeyd edə bilərik dəyərli yoldaşlar.